Salam olsun size bir daha salamlayıram sizleri. Bu güzel günde, bu güzel ayda, Mah-ı Məhərrəmli ayının 15-ci günüdür. İmam Hüseyin Əleyhisselamın şəhadətinin 15-ci günüdür. Allah bu dünyada İmam Hüseyin Əleyhisselamın ziyarətin, ahirette şəfaətin bizlərə nəsib eləsin. Amin. Bizim səsimizi eşidənlərə kömək olsun. Amin. Allah özü bugünkü günlər hörmətinə müşküllərimizi, sıxıntılarımızı həll eləsin, çətinliklərimizi asan eləsin, xəstələrimizə şifa, dərdlərimizə dəva eləsin inşallah. Allah evladı olmayanlara evlad payı, ruzisi olmayanlara ruzu payı versin. Ailə müşkülləri olanların müşküllərini həll eləsin. Hər kimin evdə subay oğlan qızları var, Allah onlara gözəl talih yazsın. İnşallah və Teala. Bugün də qardaşımın ocağında süfrə açdı, imam süfrəsi. Allah verdiyi ehsanatı qəbul eləsin. İmam Hüseyin Əleyhisselamın süfrəsində inşallah onun dəftərində zəbt eləsin Allahın izni ilə. Bütün nə ailəsi barəsində, balalar barəsində, istəyənlər barəsində nə xoş niyyətə arzu eləyib Allah onları arzularına çatdırsın inşallah və Teala. Bir gözəl şeirdir. Sevər qardaşım da onu yaxşı bir düzəlsin, Allah can sağlığı versin, ömür versin. Allah özü bizi hidayət eləsin, düz yola inşallah. Bu İmam Hüseyin ağanın yolunda da bizi qozarsın inşallah. Zəlimxanın bir gözəl şeiri var, deyir ki, payız kövrəldəndir, bahar coşduran, məni sərt eyləyən qış da gözəldir, ürəyin daşdırmır, demə ay insan, duymağı bacarsan daş da gözəldir. Bir gözəl çıxanda çəmənə, düzə, fikir ver yanağa, nəzər sal üzə. Gözəllik baxırmı əyriyə, düzə, demək ki, əyridir, qaş da gözəldir. Zəlimxan, olmasın nə ah, nə aman, kədərdən ağlamaq yamandır yaman. Sevincin qəlbini dolduran zaman, yanaqdan süzülən yaş da gözəldir. Allah gözümüzdən həmişə sevinç yaşları axırsın inşallah. Allah dualarımızı qəbul eləsin. Allah sizlərə can sağlığı versin. Sağ olun.